Salam değerli izləyicilər. İnşallah mən sizə demişdim ki, canlı yayında və çəkilişlərimdə ov açılanda mütləq sizi xəbərdar edəcəm. Bugünkü gün həmin günüdür. Demək, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin məlumatına əsasən 20 dekabr 2025-ci ildən 1 fevral 2026-cı ilə kimi ov açıq elan olundu. Bəli. Təbrik edirəm hər birinizi. Rahat gedib artıq ovunuzu edə bilərsiniz. Əziz izləyicilərim, mən Amla Bastoğlu yenidən sizləri salamlayıram. Bəli, bu günlərim sevincli bir gündür. Ovçular üçün, həqiqətən bizlər üçün çox sevindirici bir gündür. Yenidən ovçuluğun açılması münasibətilə hər bir ovçunu və qarşıdan gələn yeni münasibətilə hər bir ovçunu təbrik edirəm. İnşallah ki, bu il hər birimiz üçün uğurlu olar, bizlər üçün də uğurlu olsun inşallah. Və bu arada, Zahra'nın bildiyimiz kimi bir neçə gündür artıq kampanyalarımız davam edir və 31 dekabra qədər. Bəli, 31 dekabr günü, bu arada bunu çatdırım sizlərə. 31 dekabr günü, iminli həmin gün kimlər ki, silah üçün müraciət edir, ov silahları üçün müraciət edir, bunlar üçün xüsusi endirim və xüsusi hədiyyələr. Və bundan qabaqki videomuzda və canlıdan mən vətəndaşlara demişdim, biz ovçu qardaşlarımıza demişdim ki, bir neçə 2 gün, 3 gün ərzində, daha doğrusu 2-3 gün ərzində mən sizlərə xoş müjdəli xəbərimizi çatdıracağam. Çox şükürlər olsun ki, bu günlərin həmən xəbəri sizlərə çatdırdım. Artıq ovçuluq təsərrüfatları sizlər üçün, sizlərin xidmətindədir. Mən Amla Bastoğlu və Zahir İsmailov inşallah sizlərə daimi yeni xəbərlər çatdıracaq. Və qısa da olsa Masallı rayonunun, gözəl rayonlarımıza biri, Masallı rayonundan bir qardaşımız var, ovçu dükanlarından biri, Fərid qardaşımıza buradan təşəkkürümü bildirəm. Bizə belə bir limon oxşayan bir şeydir. Yəni Masallı zonası bilir. Yəqin ki limondur. Təşəkkürümü edirəm Fərid qardaş. Var olasan, Zahra bu sizə göndərilib bu. Təşəkkürlər Fərid qardaşım. Təşəkkür. Var olasan. Təşəkkürlər. Bizi izləməyə dəyər. Bu nədir?